Bir daha salam aleyküm değerli mömin və möminə bacılar. Yine Qızılbaş qəsəbəsindəyik və növbəti ehtiyaclı ailəmizin yanındayıq. Gücümüz çatan qədər sizlərin də sayəsində bu günlər gəlmişik. Ərzaqları gətirmişik. Eyni bayaqki evə verdiyimiz ərzaqlardan eynisi yəni buradadır. Bacılar razılıq edir. Teşekkür ederim. Allah elinizi boş qaytarmasın. Allah bir vermişsiniz, ikimisini sizə əvəzini qaytarsın. Həmd olsun gözəl Rəbbimizə, mərhəmətli Allahımıza. Çox sağ olun, teşekkür ederim. Şirin ağızdan yersin. Teşekkür ederim. Allah köməyiniz olsun, çox sağ olun. Allah yanında əziz olasın, mehriban olasınız. Çox sağ olun, teşekkür. Yetimlərə deyirdi, nə qədər mən sağam, özünüzə yetim deməyin. Soruşsalar, atanız var, deyin, Əlidir mənim atam. Mən atasız deyiləm. Birdən gözün açdı, baxdı, dedi, əməl eləyənlər bu məqam üçün əməl eləsinlər. Salam olsun sizə, ey Allahın mələkləri. Salam olsun sizə, ey Allahın peyğəmbərləri. Salam olsun sənə, ya Rəsulallah. Qardaşımızın səhhəti haqqında bir dənə məlumat verir Onurğası misiniz? qırılıb, 5 ilə yaxındır da, 6-cı ilə keçmişiz, onurğa beyin travması alıb. Bədənin 90%-ni itirib. Yataq xəstəsi. Əmək qabiliyyətini itirib yəni. Bəli, itirib. Bəli. Şərait də bu cür. Allah hər birinizdən razı olsun. Yəni tam rahat ola bilərsiniz ki, sizin etdiyiniz yardım düz ünvanına çatıb.